Dersimiz burjuiya statları olacaq. Burjuiya statları dedik ki 19-cu əsrin ikinci yarısında burjuiya statları ərəfəsində Azərbaycanın sosial-iqtisadi vəziyyətə baxırıq. Bu dövrdə ölkə aqrar ölkə qalacaqdı, feodal asıllıq mövcud idi kəndlilərin, ticarət zəifləmişdi. Rusiyanın 1831 ticarət əsasnaməsi nəticəsində bir növ Avropa məhsulları ölkəyə gəlişi dayandırıldığı üçün ölkədə keyfiyyətli rus məhsulları vardı. Bu isə əhalinin alıcılıq qabiliyyətini aşağı salmışdı və buna görə də iqtisadi vəziyyət gərgin olaraq qalırdı. Rusiya 19-cu əsrin ikinci yarısında Krım müharibəsində məğlub olacaqdı və Krım müharibəsindəki məğlubiyyət Rusiyanın özünün də iqtisadi cəhətdən geri qaldığını və bu iqtisadi gerilərdən qalması islahatla keçirməyə məcbur qaldığını, məcbur qalacaqdı. Bunu da əvvəlki dərslərimizdə Rusiya dərsində keçmişik, bilirsiniz. Burada Rusiya ilk öncə özündə, yəni özünün daxili vilayətlərində və mərkəzi hissəsində islahatla keçirmək qərarına gələcəkdi. Müstəmləkələr isə bu məsələdə toxunmayacaqdı. İslahatla keçirməkdən məqsədi sosial partlayışın qarşısını almaq, ölkənin iqtisadi inkişafını təmin etmək, ölkəni sənaye ölkəsinə çevirmək, feodal tərkimçiliyi ləğv etmək, bu tipli məqsədlər olacaqdı. 1861-ci ildə Rusiya özündə mərkəzi vilayət tərkimçiliyi rəsmi şəkildə ləğv edəcəkdi. Lakin müstəmləkələrdə, o cümlədə də Azərbaycanda bu tərkimçiliyi qismən də olsa bir növ belə dedi saxlayacaq. Əslində Azərbaycanda tərkimçilik yox idi, amma yenə də feodal asıllıq sistemi mövcud idi. Rusiya niyə Azərbaycanda islahatlar keçirməyəcəkdi? Bunun iki səbəbi var. Bir, Rusiya özü iddia edir ki, Azərbaycan iqtisadiyyatı buna hazır deyil. İkinci məsələ isə Rusiya düşünürdü ki, Azərbaycanda bəy və ağanev kəndlər arasında münasibətlər tam şəkildə sərt deyil, Rusiyada kimi kəskindir. Müəyyən bir belə deyək, yumşaqlıq var və azadlıq var. Ona görə də islahatla keçirməkdə gecikdirəcəkdir. Lakin Rusiya özündə kapitalist münasibətlərin inkişafını və ölkənin sənaye məhsuluna olan tələbatını ödəmək üçün məcburiyyət qarşısında qaldığı bölgələrdə də məhdud şəkildə islahatlar keçirəcək ki, ən azından bərabərliyi qoruyub saxlasın. Buna görə də 1864-cü ildə Azərbaycanda neft mədənlərində məcburi əməyi ləğv ediləcəkdir. Məcburi əməyi ləğv etmək nəticəsində neft mədənlərində muzlu əməklər tətbiq olunacaq. 1865-ci ildə isə kənd cəmiyyətləri haqqında əsasnamə verildi. Kənd cəmiyyətləri görə 1847-ci ildəki əsasnamədə bəy və ağaların kəndlər üzrə polis məhkəmə hüququ ləğv olunacaqdı. Kəndli özünü idarəti orqanı yaradılacaqdı və seçkili orqan yaradılacaq. Lakin 65 kənd cəmiyyətləri nə qədər bəy və ağanın kəndlilər üzrə polis məhkəmə hüququnun bir növ ləğvi və nəzarətin zəiflədilməsi olsa da, torpaqların yenə bəy və ağada qalması və vergilərin dəyişilməz olması onun məhdud cəhətini götürəcək. Lakin Rusiyada, Azərbaycanda 1870-ci il kəndli əsasnaməsini imzalayır. Kəndli əsasnaməsində burada 1. Torpaq məsələsinə toxunur, 2. Vergi məsələsinə toxunur, 3. Biyar əvəz, yəni mükəlləfiyyət məsələsinə toxunacaqdır. Torpaq məsələsində kəndlinin istifadəsində olan 5 desiatindən çox olmamaq, torpaq sahəsi 5 desiatindən çox olmamaq şərti ilə kəndlinin istifadəsinə verilir, yəni onun şəxsi mülkünə çevrilir. Kəndli torpağı bəy və ağadan satın ala bilərdi və öz mülkiyyətinə çevirə bilərdi. Həmçinin bundan əlavəsində onun həyət yanı sahələrindəki meyvə ağacları da və digərləri də kəndlinin pay torpağı hesab olunub onun istifadəsinə çevrilirdi. 70 kənd əsasnaməsində kəndli torpağı satın ala bilirdi. Vergide isə dəyişilməz qalırdı, yenə də malcəhət vergisi ödəyəcəkdi. Biyar əvəz əvəzinə isə kəndli bəy və ağaya bunun qarşılığında ödənç pul ödəyəcəkdi. Biyar əvəzə getməyəcək, pul ödəyəcək ki, bəy və ağada həmin o biyar əvəzdən aldığı pulun hesabını isə özünə muzlu işçi tutacaq. Kəndli 70 kənd əsasnaməsində 5 desiatindən artıq olan torpaqlar kəsilib götürülüb bəy və ağanın xeyrinə veriləcəkdi və artıq olmayanlar isə əgər 5 desiatindən aşağıdırsa onlara əlavə torpaq verilməyəcək. Bəy və ağaya burada hansı səlahiyyət verilmişdi? Bəy və ağaya o səlahiyyət verilmiş ki, əgər özünün sahib olduğu torpaq mülkiyyət forması 1/3 qədəri azalırsa, onda kəndlidən o torpağı 5 desiatindən artıq olan torpağı kəsib götürürdü. Və burada əsasən istədiyi sahənin torpağıdır, yəni əsas məhsuldar olan hissələri kəsib götürə bilirdi.
70 kənd əsasnaməsində kəndlilər torpaq satın alma hüququ olsa da, lakin pulları olmadığı üçün kəndli torpaq satın ala bilmirdi. Yenə də 47-dəki qayda qanunlar kəndlərə şamil olunmağa davam eləyəcəkdir. Və lakin pulu olanlar isə torpaq satın ala bildilər və onlar da yeni tipli təbəqə yaradacaqlar ki, bunlar da qolçomaq sinifi adlandırılacaq. 70 kəndli əsasnaməsinin müsbət cəhətləri nələrdir? Yəni mütərəqqi cəhətləri. Feodal asılılıqdan azad olurlar, sonra bundan paralel kəndli torpağı satın ala bilirdi, kəndlərdə təbəqələşmə yaranacaqdı, kapitalist münasibətinin inkişaf edəcəkdi, muzlu əmək tətbiq olunacaq və yeni texnologiya tətbiq olunacaq. 70 kəndli əsasnaməsinin məhdud cəhəti nə idi? Məhdud cəhəti Azərbaycanda bunlar yalnız sahibkar kəndlərə şamil olmuşdu. Dövlət sahibkar kəndlər olmasına baxmayaraq maliyyə yardımı eləməyəcəkdi və dövlət kəndləri bu əsasnamədən kənar qalacaqdı. Bir də belə deyək də torpaqlar çox baha idi. Rusiyadakı 61 əsasnaməsinə Azərbaycandakı 70 kənd əsasnaməsinin fərqli oxşar cəhətləri torpaqların satın alma hüququ vardı və həmçinin torpaqların satın alma hüququ ilə bərabərində torpaq belə deyək də sahibkar kəndlərə şamil oldu. Amma fərqli cəhəti nə idi? Rusiya 1866-da bunu dövlət kəndlərə şamil olunacaqdı. Rusiya 1881-ci ildə özündə olan kəndlərə maliyyə yardım edəcəkdi. Azərbaycanda bu 1912-ci ilə seçiləcəkdi. Bir də Azərbaycanda torpaqlar çox baha idi və Rusiyada isə ucuz idi və Rusiyada ucuz satılırdı. Azərbaycanda bəy və ağa ilə kəndlər arasında torpaq qiymətini adətən bəy və ağa özü təyin edəcəkdi. 70 kənd əsasnaməsinin amma buna baxmayaraq, məhdud cəhətlər olmasına baxmayaraq nəticələri çox yaxşı olacaq. Kənd təsərrüfatı inkişaf edəcəkdi, kapitalist münasibətlər inkişaf edəcəkdi, kəndlərdə təbəqələşmə yaranacaqdı, qolçomaq sinifi yaranacaqdı, yeni texnologiyalar tətbiq olunacaqdı. Kəndli əsasnaməsinə bərabər Rusiya dövləti başqa belə deyək, başqa sahələrdə islahat edəcək. 66-cı il məhkəmə islahatı bu Azərbaycanda 1840-la bir də komendant idarə üsuluna oxşar cəhət sayılır. 66 məhkəmə islahatında silki məhkəmələr ləğv ediləcəkdi, sonra ümumi məhkəmələr yaradılacaqdı, məhkəmələrdə yazılı ifadələr olacaqdı, şahid ifadələr qəbul edilməyəcəkdi, sonra rus dilində keçiriləcəkdi, bundan sonra vəkil tutmağa icazə veriləcəkdi, hansı ki vəkillər iştirak edə bilərdi məhkəmə sahəsində və müdafiə oluna bilərdi. Yəni bu tipli şeylər olacaqdı 66 bir növ məhkəmə islahatında. 1878-ci ildə isə şəhər islahatı keçiriləcəkdi. Şəhər islahatı nədir? Bu dövrdə kapitalist münasibətlərin inkişaf elədiyi dövrdə şəhərdə varlı təbəqənin sayı çoxalmışdı və sənaye nümayəndələri artıq şəhərlərdə təmsil olundu və şəhərlərin bir çox problemləri var idi və ticarət tacirlərinin də bir çox problemləri vardı. Dövlət şəhər özünü idarə orqanları yaradacaqdı. Bu şəhər özünü idarə orqanları şəhər dumaları sayılır. Şəhər dumalarında seçki yolu ilə seçilirdi. Bir növ parlament kimi, parlament kimi bir şeydir. Burada kimlər seçilə bilərdi? 25 yaşına çatmış və şəhərdə əmlakı olan şəxslər idi. Yəni şəhərdə mən yaşayıram, digəri yaşayırsa, əgər onun evi yoxdursa, mənim evim varsa, mən seçilirəm və seçili iştirak edə bilirəm, ya deputat ola bilərəm, ya da duma üzvü ola, ya da ki seçili iştirak edə bilirəm. Adətən şəhər dumasında kimlər iştirak edə bilməyəcəkdi? Qadınlar, fəhlələr, bunlar iştirak edə bilmirlər, icazələri olmayacaqdı. Şəhər dumasının tərkibində isə şəhər idarəsi seçiləcəkdi. Şəhər idarəsinin rəhbəri, şəhər dumanın rəhbəri Qafqaz zanişinin nəzarəti altında yalnız və yalnız ruslardan təyin olacaq. Şəhər dumasının tərkibi, deyək ki, ümumi 50 saydısa, onun 25-i müsəlman, 25-i xristian əhalidən olacaq. Şəhər idarəsinin tərkibini isə şəhər duması seçsə də, onun təsdiq razılığını bir növ belə deyək, Daxili İşlər Naziri qubernatoru təsdiq edəcək. Şəhər islahatı birinci keçiriləcəkdir Bakı və İrəvanda məhdud şəkildə, lakin 19-cu əsrin 90-cı illərində Gəncə və Şuşada tam keçiriləcəkdir. Quba, Lənkəran və Şəkidə isə yarımçıq keçiriləcəkdir. Ümumilikdə məhkəmə islahatları ilə şəhər islahatları mütərəqqi islahatlar sayılır, bu burja xarakterli islahatlar sayılır. Kəndli islahatlar da burja xarakterlidir, amma hardan bilir burja xarakterlidir?
biyar və əvəzin ləğv olunması, orada məcburi əməyin ləğv olunması onun burjua xarakterli olduğunu ifadə edən bir terminologiya. Bununla da Azərbaycanda kapitalist münasibətlər inkişaf edəcəkdir, sosial-iqtisadi vəziyyət kəndlilər üzərində təbəqələşmə yaranacaqdır və iqtisadi inkişaf təmin olunacaqdır. Bu da sizin dərsiniz. Buyurun.